Şəkərli xəstələrimiz var Azərbaycanımızda və onların bir çox sualları var. Ümumiyyətlə, şəkər xəstəliyi, bax, sual verirlər ki, dərman seçimində hamı mı eyni dərmandan istifadə etməlidir, yoxsa dərman seçimi fərd olaraq ayrı-ayrıdır? Və bunu biz necə aydınlaşdırırıq ki, kim, hansı şəkər xəstəsi, hansı dərmandan istifadə etməlidir? Deməli, dərman terapiyası əsasən tip 2 diabetlərdən danışır. Yəni, ikinci tip diabeti, şəkər olan pasientlər. Burada dərman seçimi mütləq ki, fərdi olmalıdır. Nə üçün? Çünki müasir tipdə biz dərmanları seçərkən əsas məqsədimiz şəkəri salmaq deyil. Bəli. Pasiyentlər bunu yanlış anlayırlar. İlk məqsədimiz bizim orqan qoruyucudur. Çünki bizə yaxınlaşan ikinci tip şəkərli diabet xəstələrinin çoxunun yaşı 40-dan yuxarıdır. Və bunlarda artıq 40 yaş və ondan yuxarı başlayır digər problemlər yaranmağa. Ürək-damar xəstəlikləri olsun, böyrək problemləri olsun, qaraciyər problemləri olsun və s. Və bizim məqsədimiz həmin orqanları, yəni sadladığımız orqanların və həmin orqan xəstəliklərini gerilətmək, ən azından olan xəstəliklərin qarşısını almaqdır. Buna görə də müasir tipdə dərman seçərsən fərdi yanaşmalıyıq və yanaşı hansı xəstəliyi varsa ona uyğun olaraq dərman seçməliyik. Yəni, hamıya eyni yox, hər kəsə fərdi yanaşmaq. Hər kəsə fərdi olaraq. Bəzən görürük ki, məsəl üçün, məclislərdə xüsusilə mən dəfələrlə görmüşəm ki, adam yemək yeyir və yemək yediyi əsnada adam özü-özünə, deyək ki, inyeksiya, iynə vurur özü-özünə. Bu düzdürmü? Və sonra da çox rahatlıqla, iştahla yeyir. Hamının yediyindən yeyir, məsələ burasındadır ki. O, əslində biraz yaxşı haldır, nə mənada? Yaxşı haldır? Yeməyi yox, amma vurmağı yaxşı haldır. Yəni, həkiminin nəzarəti altında gündə 3 dəfə yaxud 2 dəfə iynə tövsiyə olunub, insulin və o ona əməl edir. Amma onun artıq stolda, məclisdə olan bütün qidaları hər kəs kimi qidalanması düzgün deyil. Düzgün deyil. Bəli. Yəni, belə deyək də, qidalarına fikir verməlidir. Fikir verməlidir. Diqqət etməlidir. Yaxşı, diqqət etməsə, şəkərli diabetdən əziyyət çəkən bir insan daha sonra hansı orqanlar bir-bir sıradan çıxır? Baxın, İlk olaraq hansı orqana zədə vurur? Belə deyək ki, şəkərli diabet zamanı bizim damar sistemimiz harada varsa, orada zədələnmə olacaq və təəssüf olsun ki, bütün orqanlarımızda damarlar var. Ona görə ilkin mərhələdə göz problemləri yaranacaq, böyrək problemləri yaranacaq, qaraciyər problemi zəif yerlər və ürək-damar problemləri, infarkt, insult riskləri artacaq. Ona görə də damar hər yerdə olduğuna görə ayaq problemlərindən çox rastlaşırıq, çünki ayaq damarlarında yox, varikozlar yox, əsas da bizim qanı aparan, yəni arterial damarlarımızda tutulmalar ola bilir ki, bu da gələcəkdə qangrenalara, hətta amputasiyalara gətirib çıxarır. Amputasiya səbəb ola bilər. Alo. Alo. Bəli. Salam. Salam. Qonaqlarınızı salam verirəm. Təşəkkür, buyurun. Mən həkimə bir sualım var. Mənim qızımın yaşı azdır. Hardasa gündə 28 yaşı var. Bəli. Amma şəkərdir, həm də zobu var. Həm şəkərdir, həm şəkərli diabetdir, həm də zobu var. Doktor, sualınızı yönləndirin. Buyurun. Mən deyirəm, ona yerdə tərsə saxlaya bilmir. Yiyəmdir. Mən neyə bilərəm ki, o qızı... Belə deyək də, 28 yaşda daha çox bizim rastlaşdığımız diabet tipi tip 1-dir. Amma müasir dövrdə qidalanma ilə bağlı olaraq ikinci tip şəkər xəstəliyi elə demək olar 0 yaşdan belə görünə bilər. Burada istifadə etdiyi dərmandan asılı olaraq yemə pozğunluğu ola bilər və yaxud psixoloji dəstəyə ehtiyacı ola bilər. Amma deyir, pəhriz saxlamır da adam. Pəhriz saxlamamasının altında bir səbəbi var yəqin ki, ya dərmanın seçimi, ya insulin istifadə edirsə, insulin vuran insanlarda... Psixoloji ola bilər, adam pəhriz saxlaya bilmir də. Bəli, ola bilər. Olanda, qəbullanmamaq. Pasiyent qəbullanmırsa, onda fəsad olur, hə? Təbii ki, şəkərlərin nəzarətdə qalmayacaq, fəsad olacaq və şəkərli diabet varsa, özü gördüyünüz dediyi kimi ikincili digər xəstəliklər, zob xəstəliyi və yaxud da ola bilər ki, xanımda polikistik yumurtalıq sindromu da ola bilər və doktorun dediyi kimi. Diabet varsa yanaşı demək olar ki, bütün metabolik problemlər var. Təəssüf ki. Onda mən belə anlayıram ki, şəkərli diabetdən əziyyət çəkən xəstələrimiz, yəni təkcə mən